Salam, hər vaxtınız xeyirli olsun. Yenidən Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Kaspiyan Agro sərgisindən hər birinizi salamlayırıq. Agro TV Azərbaycan olaraq canlı yayımlarımızı davam etdiririk. Təbii ki, sərgidə müxtəlif dövlət qurumları və özəl şirkətlər təmsil olunurlar. İndi yanımızda dövlət qurumunun nümayəndəsi var. Qonağımız isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Xudayevdir. Faiq bəy, xoş gördük. Xoş gördük. Bilmək istəyərdik, ümumiyyətlə məlumat əldə etmək istəyərdik. Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyəti ilə bağlı bir qədər izləyicilərimizə məlumat verərdiniz. Sabih müəllim, təşəkkür edirəm. Çox sağ olun, minnətdaram dəvət etdiyiniz üçün. Əkinçilik Elmi Tədqiqat İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin struktur tabeliyində olan dövlət qurumlarından biridir, elmi tədqiqat institutlarından biridir. Əkinçilik Elmi Tədqiqat İnstitutu 1950-ci ildən yaranılıb. Hal-hazırda ölkənin müxtəlif bölgələrində 11-dən artıq təcrübə stansiyaları fəaliyyət göstərir. İnstitutumuzun əsas istiqaməti yeni sortların yaradılması, demək taxılçılıq istiqamətində və eyni zamanda yem bitkilər istiqamətində yeni sortların yaradılması, onların toxumçuluğunun təşkili və kadr hazırlığıdır. Bildiyiniz kimi, Əkinçilik Elmi Tədqiqat İnstitutunda demək dövlətin sifarişi əsasında toxum istehsal olunur ki, bu da demək güzəştli şərtlərlə bizim hörmətli fermerlərimizə demək institutun bölgüsü əsasında paylanılır. Bu institutumuzda bugünkü gün bu istiqamətdə demək tədqiqat işləri aparılır, yeni sortlar yaradılır və bu sortlar fermerlərin əlçatanlığı olması üçün onların ilkin toxumçuluğu təşkil olunur və fermerlərin bəyəndiyi sortlar fermerlərə bir toxum materialı olaraq fermerlərə demək bölgə əsasında verilir. Faiq müəllim, bildiyimiz kimi dövlət tərəfindən 2018-2025-ci illər üçün çəltikçiliklə bağlı dövlət proqramı təbii ki, qəbul olunub. Ümumiyyətlə bilmək istəyərdik, Əkinçilik Elmi Tədqiqat İnstitutu bu istiqamətdə hansı işləri görür? Sabih müəllim, demək Əkinçilik Elmi Tədqiqat İnstitutunun mandatına daxil olan bitkilərdən biri də çəltik bitkisidir. Bəli, çox düzgün qeyd etdiniz ki, 2018-2025-ci illərdə ölkəmizdə çəltikçiliyin inkişafı ilə bağlı, elmi əsaslarla inkişaf etdirilməsi ilə bağlı dövlət proqramı qəbul olunub. Bu dövlət proqramında demək mühüm vəzifələrin bir hissəsi də Kənd Təsərrüfatı Nazirliyinin üzərinə düşür. O cümlədən də Əkinçilik Elmi Tədqiqat İnstitutunun üzərinə düşür. Bir məlumat verim ki, son 50 ildə demək olar ki, ölkəmizdə çəltikçiliyin elmi əsaslarla inkişaf etdirilməsi istiqamətində heç bir tədqiqat işi aparılmayıb. Ancaq 2019-2020-ci illərdən sonra bu istiqamətdə Əkinçilik Elmi Tədqiqat İnstitutu mühüm addım atıbdır. Belə ki, demək, xalq seleksiyası yolu ilə yaradılmış bütün sortların kolleksiyasını təşkil edib. Demək, yeni şöbə yaradılıb, dayaq məntəqəsi yaradılıb, kadr hazırlığı həyata keçirilib. Bu istiqamətdə, demək, çəltikçilik istiqamətində inkişaf etmiş ölkələrlə demək, qarşılıqlı əlaqə qurulub. Türkiyə Respublikası ilə, Pakistan, İran, Rusiya, Malayziya Respublikası ilə demək, qarşılıqlı demək, elmi tədqiqatların birgə aparılması istiqamətində, yeni sortların yaradılması istiqamətində birgə əlaqələr qurulubdur. Məlumat üçün bildirim ki, son 50 ildən sonra ilk dəfə olaraq ölkəmizdə artıq 5-ə yaxın sort, çəltik sortu Əkinçilik Elmi Tədqiqat İnstitutunun alimləri tərəfindən yaradılıb. Bunlar demək, hal-hazırda Aqrar Xidmətlər Agentliyində sınaq məqsədi üçün təqdim olunubdur və eyni zamanda maddi texniki baza gücləndirilib. Bilirsiniz ki, çəltikçiliyin inkişaf etdirilməsi üçün xüsusi aqreqatlara demək, ehtiyac var. Bu, Kənd Təsərrüfatı Nazirliyinin maliyyə dəstəkliyi ilə birbaşa olaraq hal-hazırda Əkinçilik Elmi Tədqiqat İnstitutunun Lənkəran dayaq məntəqəsinin maddi texniki bazası demək olar ki, ən yüksək səviyyədə təchiz olunubdur. Həm burada demək, istifadə olunan aqreqatların, eyni zamanda təmizləmək üçün istifadə olunan aqreqatların, şum əməliyyatlarının aparılması üçün, şitilin əkilməsi üçün şitil əkənin, sonra demək, vegetasiyanın sonunda demək, əkin sahəsinin biçilməsi üçün kombayn. Bunlar hamısı yüksək səviyyədə son 2-3 il ərzində demək, Kənd Təsərrüfatı Nazirliyinin maliyyə dəstəyi ilə Əkinçilik Elmi Tədqiqat İnstitutunun demək, Lənkəran dayaq məntəqəsinə alınıb təhvil verilmişdir. Çox gözəl bir iş bundan ibarətdir ki, bilirsiniz, bu çəltikçilik istiqamətində bayaq qeyd etdiyim ki, kadr məsələsi xüsusi bir önəm daşıyır, istənilən bir sahə üzrə. Ancaq çəltikçilik xüsusi bir əhəmiyyət kəsb edir. Mütəxəssis olmalıdır. Bəli, mütəxəssis olmalıdır. Çəltikçilik təkcə
təkcə əkib, becərib çıxmaqla deyil. Yəni bilirsiniz ki, bu bitki pastayan da su altında qalmalıdır. Bu işi bacarmaq lazımdır bir sözlə. Bu işi bacaran xüsusi mütəxəssislər olmalıdır, bu işi bacaran xüsusi ixtisaslaşmış kadrlar olmalıdır və bu istiqamətdə də hal-hazırda Əkinçilik İnstitutunda kadr hazırlığı istiqamətində Türkiyə Respublikası ilə, Pakistan Respublikası ilə və Rusiya Federasiyasının demək bu sahədə ixtisaslaşmış elm tədqiqat institutları ilə birgə demək qarşılıqlı əlaqədə demək kadr hazırlığı istiqamətində də işlərimiz davam edir. Faiq müəllim, son illər hansı bitki sortları yaradılar və xüsusən işğaldan azad olunmuş ərazilərdə bölgəyə xas həmin bitki sortlarının yetişdirilməsinə şərait varmı, ehtiyac varmı daha doğrusu? Bilirsiniz, istənilən halda kənd təsərrüfatı sahəsində aparılan elmi tədqiqatların nəticəsi yeni sortların yaradılması və istehsalata tətbiq olunmasından irəli gəlir. Bu istiqamətdə də biz bugün bizim üçün əsas xüsusi əhəmiyyət kəsb edən məsələ ondan ibarətdir ki, bölgələr üçün xarakterik olan yeni sortların yaradılması və istehsalata tətbiq olunması xüsusi əhəmiyyət kəsb edir. Biz də bu istiqamətdə Elmi Tədqiqat İnstitutu olaraq hal-hazırda bu istiqamətdə elmi tədqiqat işlərimizi davam etdiririk. Bəli, istənilən halda bir sort bütün respublikanın bütün bölgələrində əkib becərmək mümkün deyil. Çünki onun əldə etdiyimiz nəticələr xüsusi olaraq fermeri qane etməyəcək. Ona görə də istənilən fermer, yəni bölgəsindən asılı olmayaraq bölgəyə uyğun olan yeni sortların əldə olunması və əkib becərilməsini təmin etməlidir. Bu istiqamətdə də Əkinçilik Elmi Tədqiqat İnstitutu olaraq xüsusi biz hal-hazırda tədqiqat işləri aparırıq. Hər bölgənin torpaq iqlim şəraitinə xas olan yeni sortlar yaradırıq və eyni zamanda biz bugün işğaldan azad olunmuş demək Qarabağda yeni sortların yaradılması istiqamətində xüsusi tədqiqat işləri aparılır. Çünki uzun illər, 30 ildən artıq həmən bölgələr demək bilirsiniz ki, erməni vandalizmi tərəfindən işğal altında saxlanılmış. Bu bölgələr həm çirkləndirilmiş, həm yeni sortların yaradılması istiqamətində 30 ildən artıq bizim tam dəqiq olaraq məlumatımız olmadığı üçün hal-hazırda o bölgədə monitorinqlər aparır. Elmi Tədqiqat İnstitutu olaraq yeni bölgə təcrübə stansiyasının yaradılması istiqamətində Nazirliyin siyasəti bundan ibarətdir, iş aparır və Elmi Tədqiqat İnstitutunun alimləri tərəfindən bölgələrə xarakterik xüsusiyyətlərinə, bölgənin xarakterik xüsusiyyətinə malik olan yeni sortların yaradılması istiqamətində elmi tədqiqat işlərimiz hal-hazırda davam edir. Faiq müəllim, Əkinçilik Elmi Tədqiqat İnstitutunun ərazisində bildiyim qədər kinoa bitkisi becərilir. Ümumiyyətlə Azərbaycanda həmin bitkiyə maraq necədir, varmı? Bilirsiniz, 2022-ci ildə demək Nazirlik tərəfindən bizə verilən tapşırıq əsasında səhralaşma ilə əlaqədar olaraq alternativ yem bazasının möhkəmləndirilməsi istiqamətində bir çox bitkilərin ölkəmizə gətirilməsi və onların sınağının həyata keçirilməsi istiqamətində biz yeni bir tədqiqat işlərinə başlamışıq və bunların içərisində də xüsusi əhəmiyyət kəsb edən bitkilərdən biri də maral falfa, kinoya bitkisi, amarant bitkisi demək və duza davamlı olan bitkilərin ölkəmizə gətirilməsidir. Biz həmən bitkilərdən demək kinoya bitkisindən ölkəmizə gətirdik, maral falfa bitkisindən ölkəmizə gətirdik. Bunların kifayət qədər demək toxumçuluğunu biz təşkil etdik. Fermerlərə bunların pulsuz olaraq, təmənnasız olaraq müxtəlif bölgələrdə fermer təsərrüfatlarında becərilməsi üçün bunlardan toxum materialı fermerlərə verdik. Hal-hazırda o bitki ilə əlaqədar olaraq Əkinçilik Elmi Tədqiqat İnstitutuna müraciət edən fermerlər var və biz onlarla elmi əməkdaşlığın birgə həyata keçirilməsi üçün qarşılıqlı bir memorandum imzalayırıq və bu memorandumun çərçivəsində həmən bitkilərin elmi əsaslarla becərilməsini biz təmin edirik. Hal-hazırda bizim amarant bitkisi ilə demək Amarant Az şirkəti tərəfindən respublikamızda demək böyük bir elmi tədqiqat işlərinin aparılması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib və bu müraciət əsasında biz həmən şirkətlə demək yaxın günlərdə memorandumun imzalanması və amarant bitkisinin əkili becərilməsi üçün ərazinin seçilməsi istiqamətində hal-hazırda işlərimiz davam edir. Faiq müəllim, yəqin izləyicilərimizə də maraqlı olar. Kinoa bitkisinin ümumiyyətlə dünyada və Azərbaycanda qiyməti hansı həddədir, neçəyədir? Yəni? Bilirsiniz, dünya bazarında müxtəlif ölkələrdə bugün kinoa bitkisinin becərilməsi istiqamətində müxtəlif yanaşmalar var. Bir bitkinin istənilən halda qiyməti, ona çəkilən xərc, 1 hektara çəkilən xərcindən söhbət gedir. Ancaq bizdə Azərbaycanda kinoa bitkisinin demək olar ki, çox da böyük, yəni qiymət baxımından çox da bir böyük baha bir qiymətə deyil. Təxmini 15-20 manat civarında, 15-20 manat civarında 1 kilosunun dəyəri qiyməti var və bu istiqamətdə də hal-hazırda bizim demək fermerlər arasında, maraqlı olan şəxslər arasında bu istiqamətdə işlər
görülür. Onların əsas məqsədi yeni sortların yaradılıb, sertifikat aldıqdan sonra onların ərzaqlıq kimi, yəni bilirsiniz kinoa bitkisi həm də demək ərzaqlıq qatqılarında istifadə etməklə, mətbəxdə ərzaq yeməklərə biraz qatqılar qatmaqla ərzaqlıq salatların hazırlanmasında, digər məsələlərdə də xüsusi əhəmiyyətə malikdir. Yəqin ki, biz kinoa bitkisi ilə də bağlı bir yeni sort yaradıb onu təqdim etmişik. İnşallah ki, o sort alınandan sonra, yəni artıq rayonlaşandan sonra, onun istehsalı ilə məşğul olduqdan sonra fermerlərimiz onun mənşə sertifikatı, keyfiyyət sertifikatı əllərində olandan sonra onları dünya bazarına, istənilən bir ölkəyə, tələb olunan bir ölkəyə, yəni ixrac etmə imkanına malik olacaq. Və son olaraq Vaqif müəllim, Əkinçilik Elm Tədqiqat İnstitutunun növbəti hədəfləri, gələcək planları nələr ibarətdir? Bilirsiniz, Əkinçilik Elm Tədqiqat İnstitutu olaraq biz bugün istənilən bir sortun yaradılması istiqamətində söhbət taxıllar fəsiləsinə gedən, taxıllar fəsiləsindən olan buğda və arpadan gedir. Bir sortun yaradılması klassik metodlarla 15 ilə başa gəlir. Ancaq biz Türkiyə Doğu Akdeniz Araşdırma Elm Tədqiqat İnstitutu ilə bağladığımız bircə müqavilə əsasında hal-hazırda Əkinçilik İnstitutunda tamamlama işləri başa çatmaq üzrədir, demək, adladma odası deyilir, generasyon odanın qurulması istiqamətində. Bu bizə nəyi deyir, yəni bu bizə nə verəcək? Yeni sortların yaradılması, istənilən halda klassik metodlardan istifadə etməklə, yəni hörmətli fermerlərimiz, bu sahədə olan ixtisaslaşmış mütəxəssislər də bilirlər ki, bir sortun yaradılması üçün 15 il minimum vaxt sərf etmək lazım olacaq. Ancaq hal-hazırda biz bu generasyon odanı qurmaqla, yeni bir adladma odasını qurmaqla gələcəkdə biz yeni sortların yaradılmasını 5-6 ilə mümkün olacaqdır ki, bu da ölkəmizdə ərzaq təhlükəsinin təmin olunması baxımından, istər qənnadı məhsullarına, istər yemçilik istiqamətində və eyni zamanda istər də ona olan tələbatımızın yəni asıllığın aradan qaldırılması istiqamətində bizə xüsusi olaraq bir mesaj verir ki, biz yeni keyfiyyətli məhsuldar, yeni sortlar yaradacaq və bunların qısa bir müddətdə yaradacaq və bu yaradılan sortlar qısa bir müddətdə fermer təsərrüfatlarına demək, artıq əkin sahələrinə köçürüləcək. Nəticə etibarilə fermerlərin istəyinə uyğun olaraq yeni sortun artıq dövrəyə qatılması təmin olunacaqdır. Yəni biz nə qədər tez sort yarada biləriksə, 5 ilə 6 ilə tez sort yarada biləriksə, çünki ətrafımızda baş verən qlobal iqlim dəyişkənliyi bizi məcbur edir ki, biz bu sortların yaradılmasını təmin edək. Çünki bir sortu 15 ilə yaradıb, sonra onun toxumçuluğunu təşkil edib, yəni hörmətli fermerlərimiz və ixtisaslı mütəxəssislər bilir ki, elit reproduksiyalı toxumun əldə olunması üçün təxmini 6 il vaxt sərf olunur. Və bunlar hamısı aradan qalxacaq, asıllığımız aradan qalxacaq. Çünki yeni nə qədər çox sort yaradarıqsa, fermer təsərrüfatlarında bu sortların sınaqları daha tez həyata keçiriləcək, fermerlər üçün sortların əlçatanlığı daha asan olacaq, yaxşı sortları fermer daha tez seçəcək və bu baxımdan da bizim bu istiqamətdə olan asıllığımız aradan qalxacaqdır. Çox təşəkkür edirik Vaqif müəllim, ətraflı dolğun məlumat üçün. Qeyd edim ki, qonağımız Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktoru Faiq Xudayevidir. Biz isə növbəti müzakirəmizin sonuna çatdıq. Aqro TV Azərbaycanı izləməyi unutmayın. Sağ olun, salamat qalın.